256 rəngli palitrada qurulmuş qrafik təsvir, piksellərin sayı eyni qalmaq şərti ilə 65536 rəngli palitraya keçirilərsə, faylın həcmi neçə dəfə artar? Bizə qrafik faylların həcmini tapmaq üçün nə edirəm? Piksellərin sayını vururam nəyə? Bir pikselin həcminə. Bir pikselin həcminə. Və ümumi yekun həcmi tapıram. İndi bizdə pikselin sayı eyni qalıb. Baxın deyir, piksellərin sayı eyni qalmaqla. Nə edib sadəcə? Rənglərin sayını artırıb. Baxıram əvvəlcə ilk halına 256 rəngli palitrada 256 rəngim olduqda bir pikselim nə qədər yer tutur? Necə tapıram bunu? Hartley düsturum var mənim. 208 bərabərdir 256. Yəni ki, nə edirəm? 256-nı, yəni rəngin sayını 2-nin qüvvəti kimi yazıram və qüvvəti həmin o bir pikselin həcmi kimi götürürəm. Yəni ki, bizdə bir piksel nə qədər yer tutur? 8 bit yer tutur. İndi keçmişəm 65536 rəngə. 65536 rəng. Bu zaman nə edirəm? Yenə eyni qayda ilə Hartley düsturuna baxıram. 65536-nı 2-nin qüvvəti kimi yazıram. Edir bizə 216. Yəni ki, burada da qüvvəti götürdükdə tapıram ki, mənim bir pikselim nə qədərdir? 16 bitdir. İndi bizdə həcmlə bir pikselin həcmləri düz mütənasibdir. Bir pikselin həcmi 2 dəfə artıbsa, deməli həcmi də onun nə qədər artar? 2 dəfə artar. Bu qədər. Cavabımız oldu. Həcm 2 dəfə artar.